Bir. Salam əziz və dəyərli qardaşlar, sizləri salamlayıram Kars Ailəvi restoranından bir-birindən gözəl tiyamları təqdim edirəm. Şirəli çəpişdi bizdə. Kuzu buğlamadır, körpə masalar, yeməklərin hamısı gündəlik və siveci pişir. Kuzu soğutmadır, şərqofuna, kənd xoruzunun çığırtması, təmiz kənd xoruzu, mumuzlu xoruzdur. Damaq şonkamızdır, təmiz boyun ətindən olur. Şirəli danamızdır, öz suyunda, öz sokunda. Siveji vişnədən pişmiş vişnəli can ətidir və göbələkli can ətidir. Qaymaqla da vermək mümkündür. Etimiz də var, kifsə bozbaşımız da var. Bir-birinə güzel tiyamların tək ünvanı Röşxatanda Kars Ailəvi restoranı. Bir-birinə güzel şablarımızı təqdim etmək istəyirəm sizə. Yabluskası, antrikotu, quyruğu, toyuğu, dana bastırması, kutab kebabı ekskluziv kebablardan biridir. Xan kebabı, dardakumentdir, içalatdır, kuzunun ciyəridir və olmazsa olmazımız şapalağımızdır. Öz təmiz quyruq yağında pişir. Ünvan Röşxatanda yerləşən Kars Ailəvi restoranı Nizami kütəsi 112, posta və Beyzə konu mövcuddur. Gəlməkdən öncə rezervasiya etməyiniz xahiş olunur. Buyurun gəlin.